sərhəddir. Bax, o tərəf. Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gördüyünüz qarı görüşü də hardandır? Bax, buradandır. Ermənistanla 0 kilometr sərhəddəyik. Bax, o gördüyünüz Sevan gölüdür. Və bizim Azərbaycanda yaşayan yerazılar qardaşlarımız, Göyçəllər. Vaxtlarda oralıq bizimki idi. O şərəfsizlər oranı zəbt ediblər. Bax, ora Göyçə mahaldır. Oranı yaxınlaşdıq. Bax, ora Göyçə mahaldır. Binoklla baxdım, orada binalar, yaşayış məntəqələri, onların kəndləri, bax oradır, bax. Buradan o tərəfə, bu posta, qabaqdakı post, ermənilərin postudur. Bax ora, görürsən, bax ora yaxınlaşdıq. Bax, ora erməni postudur. Bax, orada dayanan ermənidir. Hə, dikdəki. O dikdəki post. Bu tərəfdəki bizimki də o dikdəki post ermənilərindir. Ora Göyçə mahaldır, bax aşağı. Bax, ay sağ ol, bax. Ora Göyçə mahaldır, bax görürsünüz. Ora Göyçə mahaldır, yaşayışdır. Orada Sevan gölüdür, ekrana vur, göstər. Bax, ora Göyçə mahalı və Sevan gölü. Ermənistan da o tərəf. Bura 0 kilometrdir. Kəlbəcər o tərəf Ermənistandır. Və gəlib bura əskərlərimizə təminat gətirmişik. Allah buradakı canavarları qorusun. Bablar. Qartallardır, bəli. Yüksəklik var ha. Bakıda dəniz səviyyəsindən 3500-4000 metr yüksəklikdədir bu oğlanlar. Bunlar Azərbaycanımızı, bizlərimizi qoruyurlar. Sağ olun qardaşlar. Sağ olun. Allah canınızı sağ olun. Sizə çoxlu salam gətirmişəm. Sağ olun. Bakıdan çoxlu dualar gətirmişəm. Və mənə dəstək olan dostların, qardaşların salamını gətirmişəm və gətirdiyim maşın əsas təminatda sizə gətirmişəm. Allah sağ olun. Düzdür, heç nədir, amma yenə gələcəm. Yenə gələcəm, qardaş. Allah qismət eləsin, yeni ili bəlkə sizlərlə bir yerdə keçsin. Sağ olun. İnşallah sağ olun. Tanım komandiri Kəlbəcəri qardaşımız öz torpağında xidmət edir. Xoş gəlmişsiniz. Hardan gəlmişsən? Mən Gəncədə yaşayıram, amma özüm bu torpaqdanam. Nəslim Kəlbəcərləndir. Sən əslinə qurban. Cabrana. Qardaşlar, birazdan oynayacaq. Kolonka var, kolonka. Bu da məndən Kamil qardaşıma hədiyyədir. Nə hədiyyəsi? Avtomatın gülləsidir. Bəli. Özünkidir. Sağ ol qardaş, təşəkkür edirəm. Bunu səndən saxlayacaq. Gəlin bura. Neçə nəfərsiz? Neçə nəfərsiz? Burada. 24 nəfərsiz qardaşlar. Bax, 24 nəfərli bulyodur bu. İsti bulyodur, atdan giyməyə götürün. Allah şümayan olsun. 24 nəfərlik əlcəkdir. Götürün bunu. Hə. Naskılardır burada. Maykalar da götürün bunları. 24 nəfərlik. Sonra götürün bunları. Papaqlar da götürün. Alın bunu saxla. Burada isti papaqlardır. Götürün. Sonra qardaşlar. Bax, burada da isti qalın corablardır. Naskılar damısı. Qalınlar damısı. Götürün bunu. Sonra onu da götür. Sonra bunu zapas sönə bilə bu. Bu tentdir. Onu kesməmək üçün. Sonra bunun içində pambıqlar, ipli ləvazimatlardır. Oyaq bura. Ala bunu qardaşlar. Bu sapokdur. 2008 yılında giymə. Hər posta bir yana vermişəm. Bunu da götürür. Bax, bunu da içində at paltarlardır. Sağ ol. Bu dəfə demək, bunlar da atdan giyinməli, birdizə də isti geyimlərdir. Qardaşlar, hamı sayına uyğun gətirmişəm. Yenə gələcəm, yenə gətirəcəm inşallah. Əsas o ki, gəlin buranı görün. Nə vardan yox, daha maraqlanım, daha çox maraqlanım, yenə gətirəcəm inşallah. Hamınıza, bax, dəstək olursunuzsa, əskərlərimizə isti geyimlər lazımdır. Barları da amma yenə olsun. Sigaretlər lazımdır, sinikeşlər, enerji soklar, belə şeylər lazımdır. Papaqlar, isti geyimlər hamısı. Hamısı bu igid tərəf, bura sıxacaq. Ermənistandan 0 kilometrdir. Aşağısı Göyçə mahaldır. Sonra Zot kəndidir. Nə bilim, Sevan gölüdür. Yəni bu tərəf ermənilərdir. Sərhəddə o tərəf ermənilərdir. Və burada da bu soyuqda
minus 20 dərəcə gecə 25-30 dərəcə soyuq olur. Bu qeyrətli oğlanlar, igid oğlanlar vətəni qoruyurlar. En azından adların koronavirüs yazdırıp harbiden yayınmadılar. Ölkədən qaçıb Türkiyədə və digər ölkələrdə gizlənmədilər. Hamımızın anasını bacısını qorumaq üçün gəldiler bak bu yerlərdə bizləri qorumaq üçün. Qardaşlar, Qarabağ deyəcəm, hamı desin Azərbaycandır. Bir yerdə möhkəm. Qarabağ! 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 Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasını aldıq bu torpaqları. Allah qazilərimizə güc qüvvət versin. Ali Başkomandanın Allah'tan sağlığı versin. Sağ olun kardeşler. Gelen görüşlere kadar elərik. Və bizim musikamızı oynayan bilər deyən günə düşmən partladar, düşmən çatadar inşallah. Namazı oradan çeksin. Ne oldu faşistler? Ne oldu faşistler? Reaksiyon yedi. Ne oldu faşistler? Kardeşler Göyçe Mahalı. Göl. Göyçe Gölü. Kardeşler bir yerde. Ne oldu faşistler?